Fortepianoda ifa zamanı birinci barmağın düzgün qoyuluşu için hansı məşğələləri etdiyimizi bugün sizinlə paylaşacağıq. Getdik. Əlimizi qaldırırıq, adi halında saxlayırıq. İlk növbədə şagird birinci barmaqlarını sağa və sola hərəkət etdirir. Buyur. Və bacardığımız qədər dərinə onu hərəkət etdiririk. Amma buna baxmayaraq əlimizin quruluşu pozulmamalıdır. Bizə köməyə çatacaq qəpik. Biz qəpiyi içəri edirik, çöl edirik. Biz aktiv eləyək. Aha. Və çöl edirik. Birinci və ikinci barmaqları belə üzük kimi bitişləyirik, qoyuruq və biləklə qaldırırıq. Qalx. Bu həm birinci barmağın qoyuluşunda kömək edir, həm də ki qolu və biləyi boşaltmaqda uşağa yardım edir. Eyni biz hərəkəti indi birinci və üçüncü barmaqlardan edəcəyik. Buyur. Aha. Aha. Biləyin hərəkəti mütləqdir. Boşalt. Biləni qoy, boşalt. Aha, otur, qalx. Otur, qalx. Klaviatura üzərində hər hansı bir klavişi seçirik. Məsələn, hansını istəyirsən? R. R olsun R. Aha. Birinci barmaq düzgün qoyuruq, sonra ikinci barmaq. Bəli, pozmadan. Birinci barmağın quruluşunu pozmadan, eyni zamanda əlin də quruluşunu pozmuruq və beşinci barmağı da işləyirik. Eyni qaydayla da qaydırıq geri. Beşinci barmaq, dördüncü barmaq, üçüncü barmaq və biləyimiz mütləq şəkildə boş olmalıdır. 3, 2 və diqqət edirik ki, 3-ü, 2-ni ifa edəndə birinci barmağımız açılmasın. Həmçinin də 5-ci barmaq buradan bu şəkildə çıxmamalıdır. 4, 3, 2, 1. Buyur. 4, 3, biləklə 2, 1. Bir də 4, 3, 2, indi keçək 5-ə. 5-ci barmağımızda 5, 4, 3, 2, birinci barmağımızı düzgün şəkildə qoyuruq. İkinci barmaqdan bir notu seçirik, otururuq və birinci barmağı, buyur Əsma, xəlifə elə, onun ətrafında gəzdiririk. Aha. Üçüncü barmağı da R notundan ifa eləyək. Aha. Eyni zamanda bu barmaqların quruluşuna da mütləq şəkildə diqqət edirik ki, pozulmasın. Eyni şeyi dördüncü barmaqla otuzdururuq və birinci barmağı onun ətrafında hərəkət elətdiririk. Birinci barmağımızı düzgün bir iki ilə addımlayacağıq. Aha. Qayıt, qayıt. Aha, birinci barmağa qulaq as. Aha. Yıxılmırıq birinci barmağa. Aha. Bu məşğələlərlə birinci barmağın düzgün qoyuluşuna nail ola bilərik. Uğurlar dostlar. Hələlik.